Universitetin bağlanmağı bizə təsir olur ki, bağlayırlar, qalacaqda çöldə. Nə aracaq, başqa lazımız var. İndi köçürsələr də ara köçürdəcəklər. Uzaqbaşı hansısa bir özəl universitetə tullayacaqlar da, azdıracaqlar bizi. Siz hansı universiteti köçürməsini istəyərdiniz? Ən yaxşı haraçı ora olardı da. Köçürməyə razılaşaram, o da köçürsələr də indi bilmirik vəziyyət nətər. Müəllimlər deyir ki, köçürdəcəyik, amma hələ köçürmə fikirləri yoxdur. Hələ deyilir imtahanları verin, qış sessiyası qutarsın. Müəllimlər deyir ya. Müəllimdən soruşmuşam ki, müəllim deyir ki, qış imtahanı qutarsın, köçürdəcəklər sizi. Bəs dünən bu xəbəri eşidəndə sizə təsiri necə oldu? Yəni imtahan ərəfəsindədir. Vurmuşdu. Qalanını da indi bilmirəm da. Evdə aləm dəymişdi bir-birinə. Ki, qaldı uşaq çöldə. Bu universitetin bağlanma o boyda söz-söhbətlər oldu da, o Türkiyədə zətdə onlarla bağlıydı ki, güvəminlə bağlayırlar, nə arılar. Türkiyədə söz-söhbətlərə görədir bu bağlanma. Burada aldığınız təhsili digər universitetlərdə görə biləcəksiniz. Yox, bura başqa idi, bura hardan görürük biz? Valla bura doğma idi bizə. Pis olan buranın bağlanmağına, amma bağlansa da bağlansın, nə araq. Əlacımız var.